Salam əziz dinləyicilər. Sizləri 369 TV-də xoş gördük. Bugün sizlərə unudulmuş şəhər barədə danışacağam. Əsrlərdir ki, bəşəriyyət onun haqqında danışır. Zənginliyi, müdrikliyi və qəfil yox oluşu ilə dillərə dastan olan bir şəhər. Atlantida. Bəs bu əfsanəvi sivilizasiya həqiqətən mövcud olubmu? Yoxsa sadəcə qədim bir filosofun təxəyyülünün məhsuludur? Bugün biz bu sirrin pərdəsini aralamağa çalışacağıq. Platonun bizə miras qoyduğu ipuclarından başlayaraq müasir texnologiyanın köməyi ilə okeanın dərinliklərinə enəcək və itkin şəhərin izini sürəcəyik. Hər şey təxminən 2400 il bundan əvvəl qədim Yunan filosofu Platonun yazıları ilə başladı. O bizə güclü və inkişaf etmiş bir sivilizasiyadan, Atlantidadan bəhs etdi. Platonun dediyinə görə bu şəhər Herakl sütunlarının, yəni indiki müasir Cəbəli Tariq boğazının o tayında yerləşirdi və təxminən 9000 il əvvəl dəhşətli bir fəlakət nəticəsində bir gün, bir gecə ərzində sulara qərq oldu. Platonun Kritias dialoqunda Atlantidanın detallı təsvirini tapırıq. Bu sadəcə bir əfsanə deyil, həm də mükəmməl bir cəmiyyətin, bir utopiyanın təsviridir. Platon Atlantidanı konsentrik halqalar şəklində qurulmuş bir şəhər kimi təsvir edir. Torpaq və su kanallarının bir-birini əvəz etdiyi bu möhtəşəm şəhərin mərkəzində dəniz tanrısı Poseidon və onun sevgilisi Kleytonun şərəfinə ucaldılmış divarlar bürünc, mis və nadir tapılan orikalkulum metalı ilə örtülmüşdü və qırmızı işıq saçırdı. Bu həm hərbi, həm də estetik baxımdan mükəmməl bir dizayn idi. Atlantlar təkcə mahir memarlar deyil, həm də yüksək texnoloji biliklərə sahib idilər. Platon onların fil kimi nəhəng heyvanları əhliləşdirdiyini, zəngin təbii sərvətlərə malik olduqlarını və güclü bir donanma ilə Avropa və Asiyanın bəzi hissələrini fəth etdiklərini yazırdı. Lakin zamanla onların əxlaqı pozuldu, təkəbbürə qapıldılar və tanrıları qəzəbləndirdilər. Əfsanəyə görə Zevs onları cəzalandırmaq üçün zəlzələlər və daşqınlar göndərdi və nəticədə Atlantida okeanın dərinliklərində yox oldu. Platonun hekayəsi əsrlər boyu unudulsa da, intibah dövründən sonra yenidən kəşf edildi və o vaxtdan bəri Atlantidanın axtarışı dayanmadı. Bu axtarışın ən məşhur simalarından biri də Amerikalı konqresmen Ignatius Danelli'dir. Danelli 1882-ci ildə nəşr etdirdiyi kitabında Platonun hekayəsinin həqiqət olduğunu iddia etdi. O, dünyanın müxtəlif yerlərindəki qədim sivilizasiyalar arasındakı oxşarlıqların mənbəyinin Atlantida olduğunu irəli sürdü. Onun fikrincə, Atlantida bəşəriyyətin ilk və ən qədim sivilizasiyası idi. Danellinin kitabı Atlantologiyanın əsasını qoydu və yeni bir axtarış dalğasına səbəb oldu. Hətta 3-cü Reyx belə Atlantida ilə maraqlanırdı. Nasistlər Ari irqinin köklərinin Atlantidaya dayandığına inanır və bu itkin irsi tapmaq üçün Tibetə qədər ekspedisiyalar təşkil edirdilər. Lakin bu axtarışlar da heç bir nəticə vermədi. Bugün isə axtarışlar müasir texnologiyaların köməkliyi ilə davam edir. Peyk şəkilləri, sonar sistemləri və sualtı robotlar okeanın dərinliklərini araşdıraraq itkin şəhərin izlərini axtarır. Bəs bu axtarışlar bizi hara aparır? Atlantidanın mümkün yeri ilə bağlı onlarla nəzəriyyə mövcuddur. Gəlin onlardan ən populyarlarına nəzər salaq. Birinci nəzəriyyə Santorini nəzəriyyəsi, yəni Terra nəzəriyyəsi adlanır. Ən güclü nəzəriyyələrdən biri Atlantidanın Egey dənizindəki Santorini adası olmasıdır. Eramızdan əvvəl təxminən 1600-cü ildə burada baş verən dəhşətli vulkan püskürməsi inkişaf etmiş Minoy sivilizasiyasını məhv etdi və adanın böyük bir hissəsinin sulara qərq olmasına səbəb oldu. Platonun təsvir etdiyi fəlakətlə Santorini vulkanının püskürməsi arasında çoxlu oxşarlıq var. Hər ikisində də güclü partlayış, zəlzələ, tsunami və bütün bir sivilizasiyanın yox olması təsvir edilir. Akrotiri qazıntıları zamanı aşkar edilən freskalar Minoyların yüksək mədəniyyətə sahib olduğunu göstərir. Bəlkə də Platon Misir səyahətçilərindən
Bu hadisə haqqında eşitmiş və onu öz fəlsəfi hekayəsi üçün ilham mənbəyi kimi istifadə etmişdir. İkinci nəzəriyyə isə Bimini yolu nəzəriyyəsidir. 1960-cı illərdə Baham adalarının Bimini sahili yaxınlığında suyun altında kəşf edilən nəhəng, düzbucaqlı, daşlardan ibarət olan Bimini yolu Atlantida axtaranları həyəcanlandırdı. Bəziləri bunun itkin şəhərin divarlarının və ya yollarının bir hissəsi olduğunu iddia etdilər. Geoloji analizlər göstərir ki, Bimini yolu təbii yolla əmələ gəlmiş beach rock formasiyasıdır. Daşların düzbucaqlı forması təbii çatlama prosesinin nəticəsidir. İnsan əli ilə yaradıldığına dair heç bir qəti sübut yoxdur. Üçüncü nəzəriyyə isə Antarktida nəzəriyyəsi və Piri Reis xəritəsidir. Ən cəsarətli nəzəriyyələrdən biri isə Atlantidanın buzlar altındakı Antarktida qitəsi olmasıdır. Bu nəzəriyyənin əsas dayağı Osmanlı admiralı Piri Reisin 1513-cü ildə çəkdiyi sirli xəritədir. Piri Reis xəritəsi həqiqətən heyrətamizdir. O, Antarktidanın buzla örtülməmiş sahil xətlərini dəqiqliklə göstərir. Elmə görə Antarktida milyonlarla ildir ki, buzla örtülüdür. Bəs Piri Reis bu məlumatı hardan əldə etmişdi? Xəritənin özündə admiralın daha qədim mənbələrdən istifadə etdiyi qeyd olunur. Bu bəlkə də Atlantidadan qalma bir bilikdir. Lakin əksər alimlər xəritədə təsvir olunan ərazinin Cənubi Amerikanın təhrif olunmuş sahilləri olduğunu düşünürlər. Santorini, Bimini, Antarktidada axtarışlar davam etsə də, Atlantidanın varlığına dair qəti fiziki bir sübut hələ də tapılmayıb. Bəlkə də Atlantida heç vaxt coğrafi bir məkan olmayıb. Bəlkə də Platon bu hekayə ilə bizə ideal bir cəmiyyətin necə olması və təkəbbürün bir sivilizasiyanı necə məhv edə biləcəyi barədə fəlsəfi bir dərs vermək istəyirdi. Atlantida bir şəhər olaraq sulara qərq olsa da, bu fikir bir arzu olaraq bəşəriyyətin yaddaşında yaşamağa davam edir. O bizim itmiş cənnət axtarışımızın, keçmişin sirlərini açmaq və öz mənşəyimizi anlamaq istəyimizin simvoludur. Və bu axtarış davam etdikcə Atlantida əfsanəsi də yaşayacaqdır. Sonda bu kimi verilişlərin çəkilməsini istəyirsinizsə, kanalımıza abunə olmağı və bildiriş düyməsinə basmağı unutmayın. Sizlər bizə yazaraq istədiyiniz mövzular barədə verilişlər çəkməyimizi bildirə bilərsiniz. Sağ olun, gələn verilişlərdə görüşənədək.